Hər kəsə salam. Bugünkü videomun mövzusu informatik 11-ci sinif dərslikdən kompüterin uzaqdan idarə edilməsi mövzusuna aid olan özünüzü yoxlayın tapşırıqlarının cavablarıdır. Cavabları şifahi olaraq aramla belə deyək, deməyə çalışacağım. Siz də istəyirsiniz yazın, istəyirsiniz dinləyin. Gəlin birinci suala baxaq. Uzaqdan idarə etmə proqramı vasitəsilə başqa kompüterə bağlanmaq üçün nəyi bilmək lazımdır? Bunun üçün qarşı tərəfdəki kompüterin ID, nömrəsini və parolu bilmək lazımdır. Bunları mütləq bilmək lazımdır. İkincidə, kompüterin uzaqdan idarə edilməsi proqramının hansı üstünlükləri var? Birinci üstünlüyü odur ki, evdən çıxmadan kompüterlərə qoşulmaq və idarə etmə imkanı verir. İkinci üstünlüyü odur ki, texniki dəstək və problemlərin həlli sürətlənir. Üçüncü üstünlük cəhəti odur ki, vaxt və məkan məhdudiyyəti olmadan işləməyə şərait yaradır. Sonra gəlin davam edək. Üçüncüdə, kompüterin, belə deyək də, üçüncüdə TeamViewer proqramı kompüterin tanıma kodunu nəyə əsasən müəyyənləşdirir? Kompüterlərin tanıma kodunu bayaqçı elə demək olar ki, birinci sualdan eynidir. Burada da cavab ID, ünvan və parol əsasında müəyyənləşdirir. Parol əsasında. Dördüncüdə, TeamViewer proqramının uzaqdan idarə etmə ilə yanaşı daha hansı imkanları var? Baxın, fayl ötürülməsi imkanı var. Ötürülməsi. Sonra söhbət, chat imkanı var. Chat. Sonra toplantı imkanı var. Meeting. Toplantı. Sonra təqdimat funksiyaları var və təqdimat funksiyaları da var. Və təqdimat funksiyaları. Davam edək. Bir saniyə bunları pozum. Davam edək. 5-ci bəlkə şifahidir. Bir baxaq. Deyir ki, hansı halda fərdi paroldan istifadə əlverişli olur? Bunu şifahi deyəcəm. Yazmaqdan çatan deyil. Belə deyək. Hansı halda fərdi paroldan istifadə əlverişli olur? Bunu belə ifadə edə bilərik. Əgər kompüterimizə tez-tez eyni şəxsin qoşulması lazımdırsa və hər dəfə yeni parol gözləmək istənilmirsə, yəni hər dəfə yeni parola ehtiyac olmursa, yəni eyni şəxs istifadə edirsə, fərdi parol istifadə etmək əlverişlidir. Bu cümləni bir də tam şəkildə ifadə edəcəm. Deməli, 5-ci cavabı belə götürüləcək. Əgər kompüterimizə tez-tez eyni şəxsin qoşulması, yəni kompüterimiz olmasın, kompüteriniz fərqi yoxdur. Əgər kompüterinizə tez-tez eyni şəxsin qoşulması lazımdırsa və hər dəfə yeni parol gözləmək istənilmirsə, fərdi parol istifadə etmək əlverişlidir.